Məlum olduğu kimi son günlər bütün ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunurdu. Burada əsasən güclü yağışlar, normadan artıq yağıntılar, eləcə də onların nəticəsində sel su basma hadisələrinə səbəb olubdur. Bu da digər sahələrdə olduğu kimi kənd təsərrüfatına da öz təsirini göstərir. Aqrar sığorta fondu olaraq bu prosesi biz də hiss edirik və hadisələr başlayandan, yəni yağışların, güclü yağışlardan sonra artıq bir neçə gün sonra artıq Aqrar Sığorta Fonduna demək olar ki, kütləvi müraciətlər daxil olmağa başlayıbdır. Bunlar əsasən sel su basma hadisələrinə olan müraciətlərdir. Sel su basma hadisələrinə müraciətlər əsasən deməli Quba Xaçmaz bölgəsi, Dağlıq Şirvan bölgəsi, Şirvan Salyan bölgəsi və Qarabağdan da daxil olub. Ümumiyyətlə məlumat verim ki, aqrar sığorta mexanizmi bitki sahələrini, əkin sahələrini, heyvandarlıq təsərrüfatlarını sığortalayır. Aqrar Sığorta Fondu 41 növ bitkini sığortalayır. Çoxsaylı risklərdən bu risklərin sırasına dolu, fırtına, qasırğa və yanaşı sel su basma hadisəsi də var və bu sel su basma hadisələrindən son günlər bizə müraciətlər kəskin artıbdır. Əsasən müxtəlif bölgələrdə kiçik və iri çayların daşması, onların nəticəsində əkin sahələrinin basması biz müşahidə edirik fermerlərin müraciətlərindən. Ən çox hadisələr, müraciətlər bizə Quba Xaçmaz bölgəsindən, xüsusilə də Xaçmaz rayonundan və Şabran rayonundan daxil olubdur. Bundan başqa Qusar, Quba, Siyəzən bölgəsindən də müraciətlərimiz var. Eləcə də Dağlıq Şirvan bölgəsinin Şamaxı, Ağsu və Qobustan rayonlarına da müraciətlər var. Bundan başqa Hacıqabuldan, Ağcabədədən su basma leysanla bağlı müraciətlər daxil olur. Bütün bu müraciətlər ümumiləşdirilibdir, hamısı qəbul olunubdur. İstirahət günü olmasına baxmayaraq, tətil günlərində də bizim çağrı mərkəzimiz tam gücü ilə fəaliyyətini göstəribdir. Müraciətləri qəbul edibdir və qaydalara uyğun olaraq onlar hamısı aqrar sığorta ekspertlərinə yönləndiribdir və ekspertlərimiz artıq sabahdan bölgədə onlar suyun çəkilməsini gözləyirlər. Necə deyərlər, bu getmək mümkün olsun sahəyə və girib sahədə artıq dəymiş zərəri qiymətləndirməyə başlayacaqlar. Bu zərərin nəticəsində bunlar ilkin baxış olacaqdır. Əgər tam məhv olma olmayıbsa, növbəti dəfə yayda baxılacaqdır. Dəqiq zərər müəyyən edilib ödəniş edəcəkdir. Yox, əgər tam məhv olma hadisəsi baş versə, ödəniş dərhal ödəniləcəkdir. Çünki artıq məlumdur ki, məhsul olmayacaqdır. Bəzi bölgələrdə bizə verilən məlumata görə suyun hündürlüyü, sahədəki suyun hündürlüyü 60 sm-ə qalxıbdır. Bu da çox böyük deməli problem deyil. Çünki bitkilərin kökü də suyun altında qalıb. Yeri gəlmişkən su basma halları bəzən elə həddə çatıb ki, bizə təkcə buğda, arpa sahələrindən deyil, meyvə bağlarından da, heyva, armud, xüsusilə badam bağlarından da müraciətlər daxil olub. Həmin bağlara da bu su basma nəticəsində zərər dəyib. Ümumilikdə biz 2100 hektara yaxın ərazidən zərərlərin baş verməsi ilə bağlı müraciətlər qəbul eləmişik Aqrar Sığorta Fondu olaraq və indi bu hadisələr araşdırılacaqdır. Mən fermerlərin diqqətinə onu çatdırmaq istəyirəm ki, aqrar sığorta mexanizmi dövlət dəstəkli olduğuna görə olduqca sərfəlidir, yəni qiyməti çox aşağıdır. Məsələn deyim, ən çox müraciət daxil olduğu Xaçmaz rayonunda 1000 manatlıq buğda məhsulunun olduğu 1 hektar sahənin sığortalanması fermerə cəmi 6 manat 65 qəpiyə başa gəlir. Arpa sahəsinin sığortalanması, yəni yenə də 1000 manatlıq, bu 8 manata başa gəlir. Olduqca kiçik məbləğdir və fermerlər bu üstünlükdən istifadə edib sığortalanmalıdırlar. Təsadüfi deyil ki, hadisələr başlayandan sonra artıq bir neçə rayondan bizə həm fermerlər, həm də rayon nümayəndəliklərinə müraciət edirlər ki, olarmı bundan sonra sığortalayaq? Biz onlara bitkilərin sığortalanması qrafikini çatdırırıq, diqqətlərinə çatdırırıq. Çünki artıq bəzi bitkilərin sığortalanma dövrəsi artıq bitib. Amma bəzi bitkilərin sığortalanması hələ qarşıdadır, təzə başlayır. Məsəl üçün, pambıq bitkisi, ölkəmizdə 20-dən çox rayonda əkilən pambığın sığortası artıq indi onun başlayırıq sığortalamağa. Biz fermerlərə tövsiyə edirik ki, bunları vaxtında sığortalasınlar ki, sonra belə hadisələr baş verəndə zərərlə üzləşməsinlər. Zərərin məbləğini indidən demək çətindir, çünki hələ bu ekspertlərin araşdırmasından sonra olacaqdır, məlum olacaq ki, nə qədər zərər dəyibdir. Amma biz sizə hansı rəqəm deyə bilərik? Zərər dəymiş ərazilərdə olan məhsulun ümumi dəyərini götürdükdə, təqribən əksər ərazilər arpa, buğda ilə bağlıdır və bağ tinkləri ilə bağlıdır. 1 hektarda təxminən 1000 manatlıq məhsul olduğunu qəbul etsə, təxminən 2,5 milyon manatlıq əraziyə, məhsul gözlənilən əraziyə zərər dəydiyi, onunla bağlı müraciətlər qəbul olduğunu deyə bilərik. Amma dəqiq zərərin məbləğini ekspertlərin qiymətləndirməsindən sonra məlum olacaqdır və buna uyğun fermerlərə ödəniş ediləcəkdir. Yeri gəlmişkən, sel su basma Aqrar Sığorta Fondu tərəfindən ən çox ödəniş edilən hadisələrdən biridir. Son 2 ildə biz sel su basma hadisələri üzrə təqribən 5 milyon manata yaxın biz ödəniş eləmişik, sırf sel su basma hadisələri üzrə.